Uzaqdaydı mən istəyən ocaqlar, ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardır, biri yox. Bugün Səlyan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə görkəmli şair Nüsrət Kəsəmənlinin xatirəsinə həsr olunmuş Sevgi ilə yazılan ömür adlı ədəbi bədii gecə keçirildi. Azərbaycan gəncliyinin sevgi ehtirasına çevrilir. Duyğularını gizlətməyən, şeirlərini ya dəli kimi sevəcək, ya da dəli kimi nifrət edərək yazan Nüsrət Yusufoğlu Əyyubov 1945-ci il dekabr 29-da Azərbaycanın qərb bölgəsində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olur. Onun həyat yolu sadə görünə bilər. Amma iç dünyası çox zəngin idi. Nüsrət Kəsəmənli hər insanın yaşadığı, amma danışa bilmədiyi duyğuları sözə çevirir. Dəniz qoynuna tumlanmış çiçək, üstünə dalğalar atılacaqdı. Saxta məhəbbətin, saxta sənət tək, nə varsa üstündə tutulacaqdı. Döşəmin yollar tək ayaqlarına sənə yalvarırmı? Yox, bu mümkün deyil. Qoymaram qəlbim tək bu qarınsına. Alçalıb yaşamaq ömürcün deyil. Getmək istəyirsən, o yol, o da sən. Bir cüt göz baxacaq, arxanca sənin, getdinmi? Getdinmi? Geriyə dönmək istəsən, tikanlı yastığa dönəcək yerim. Getmək istəyirsən, nə danış, nə bil. Yox mu? Uzaqlar tək, dumanda, çəndə nəyini sevmişdim, deyə bilmədim. İndi isə yüz eyib görürsən məndən. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma, mürcülü xatirələri. Səsin həmən səsdir, baxışın ögey. Gedirsən, səsin də yad olsun barı. Gözümüzün yaşı durmaz, değildir bu ildan peyman bozulmaz. Belə sevə ayrılmaq olmaz. Başqa birisini sevə bilməzsən, axan gözümüzün yaşı durmaz, değildir bu ildan peyman bozulmaz. Belə sevə
şeir qəzəlimi. De ki, təsəlli öpməkdir ondan yazan gözəlimi. Görərsənsə gözəlimi, ona biraz məndən danış. Vicdanını pula satan adamları oğurlamaq istəyirəm. Bu dövlətin gündən günə niyə artır dərdi, səri? Dövlətlərin arasından sərhədləri oğurlamaq istəyirəm. Axı nə iş görmüşəm ki? Oğurluq da işli varı. Mən anamın sifətinə vaxtsız düşən qırışları oğurlamaq istəyirəm. Keçdi sazaqlar, atalıydı, analıydı uşaqlar. Bizim evdə biri var, biri yox. Gözlərimə doldurmuşam yaxşı. Bir köynəkdə çıxarmışam mən qışı. Şalvar, pencək giylərdi taydışım. Məndə isə biri vardı, biri yox. Üzüm güldü, tələbə etməyəndə. Sıxılırdım dost pencəyi deyəndə. Müəllimlə dil tapa bilməyəndə. Qiymətimin biri vardı, biri yox. Qəlbim yandı, bir sevgi, bir keşkimdən. Dara düşdüm, əl olmadım heç kimdən. Məclislərdə can deyib can eşidən dostlarımdan biri vardı. Ailə dünyaya gəlib, biz ana südü ilə gülməmişik ki. Hər axşam sap-sarı atan günəşi, hər səhər təzə tərə görməmişik ki. Səndə mi təzədən sevmək varmış? Sevgi fürsət deyil quş kimi uçsan, nə də kölgədir ki. Qaçasan da, ya da sən olasan. O sən axıyla ölən məhəbbət min hilə əlində yerə enmir. Mən ki görməmişəm sevgini san. Mən ki görməmişəm sevgini san. Məhəbbət zirvədə bəslənən qarmış. Kim deyir bir dəfə sevdiğin insan? Kim deyir bir dəfə sevdiğin insan? Sən demə hər zaman. Sən demə hər zaman seviyorlarmış. Sən demə hər zaman seviyorlarmış.
Yüz yüze geldik zulmet bir gecede, gündüze geldik bu ömür yolunda. Yüz yüze geldik zulmet bir gecede, gündüze geldik diyesem sonunda biz göze geldik. Dağlar Allah'ım ayırma bizi, dağlar Allah'ım ayırma bizi. Diyesem sonunda biz göze geldik. Dağlar Allah'ım ayırma bizi, dağlar Allah'ım ayırma bizi. Duymadık sevginin şirin tadını, vurma kalbimize hicran olur. Eşit sevenlerin gel feryadını, dağlar Allah'ım ayırma bizi, dağlar Allah'ım ayırma bizi. Duymadık sevginin şirin tadını, vurma kalbimize hicran olur. Eşit sevenlerin gel feryadını, dağlar Allah'ım ayırma bizi, dağlar Allah'ım ayırma bizi. Hər birinizi xoş gördük, hər bir salamlayıram. Dəyərli vaxtınızdan ayrı bizim tədbirdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu günləri belə deyək də, həm fikirlər buradadır. Mən dəvəti belə eləmişdim. Kim şairi, şeiriyyatı sevirsə, istirahət eləmək istəyirsə, tədbirimizdə iştirak eləsin. Bugün hamı sevərəkdən bu tədbirdə iştirak edir. Mən hətta eşidib gəlib iştirak edənlər də var burada, çox sağ olsunlar. Biz əsasən çıxışlara yol vermirik çox da, biz əsasən yormuruq. Amma biz mədəniyyət işçisi olaraq, mədəniyyət işçisində istədik bir alqışdır, bir də təşəkkürdür. Məhdəm müəllim, daim bizim yanımızdadır. Məhdəm müəllim mədəniyyət Üzerinde kesemenin şeyleri ellerine gezerdi. Hatta ciblerine bereket yazıp çok üzülsem o istediği kızları teklif ediyorlar onu. Ben bu özüm şahit olmak bir şey diyorum. Bu günler sen böyle bir güzel terbiye altına var. Bana sizden minnettarım. Çok sağ olun. Her gün ben karşıda medeni tarihlerden burada elişen insanların hadise yani 90 fazla medeni içinde sığmış insanlar. Ve bu insanları emeğin ve onlar da zaten onlar da sevinç istiyorlar ki bu günler hem insanların medeniyetin inkişafındadır. Yani onu göstermek, bu yine gelmişsin, bu misyonu içinize düşün. Çok sağ bu misyon yerine getirmeye çalışıyorsun. O sen gösterir. Neyse bu seviyede kalmazsa, yani bizim selam zamanımızda bu yine ihtiyaç var. İnsanlar doğrudan ihtiyaç var. Artık bir 5 dakika, 1 saat bir gelip her bir şey ayrılıp böyle bir güzel müzik, böyle bir istirahat yerinde istirahat etsinler. Çok sağ olun, minnettarım. Her vaxtınız xeyir olsun. Salyan rayonunun bütün cəmaatı, mədəniyyəti, incəsənəti, bütün demək olar ki, mədəniyyətə aid olan hissələri, bölmələri çox sevir. Elə bugünkü tədbir də həmin silsilərdəndir. Mən təşəkkür edirəm ki, bu cür nəğməkar, sevgi şairinə müraciət eləmişsiniz. Hamınıza çox gözəl istirahət verdiniz. Mən özüm filoloqam ixtisasca. Ona görə də ən çox sevdiyim şairlərdən biri olub. Müsət Kəsəmənli, onun yaradıcılığını çox sevmişəm. Cabir Novruz olub, Ramiz Rövşən olub, Məmməd Araz olub, Xəlil Rıza olub. Xəlil Rıza mənim qohumumdur deyənə demirəm, yaxınımdır deyənə demirəm. Amma mədəniyyətimizin Salyan rayonunda yeniliyin məhərrəmlərin təşkil olması dediyinə görə ki, həqiqətən mən görürəm ki, bu divarlar acdılar.
musiqiyə, kinoya, biz uşaq vaxtı burada kinoya həmişə gəlmişik. Valideynlərimiz gözləyirlər, kino seansları başlayan kimi atam gəlirdi evə deyirdi ki, bilet almışam, gedəyim ailənizlə kinoya baxın. Biz orta sıralarda valideynlərimizdən, Allah keçənlər bizi rəhmət eləsin. Bayağı oturanda mən xatırladım ki, atam bizim üçün gəlib burada yer alırdı ki, kinoya baxaq. Ona görə də çox sağ olun, təşəkkür edirəm ki, bu mədəniyyəti təzdən yaşadırsınız, yenidən Salyan rayonuna gətirdirsiniz və bugünkü tədbirə görə də təşəkkür edirəm ki, hamı ədəbiyyat sevərlərdir, musiqi sevərlərdir. Bayaqlar dinlədik, biz təşəkkür edirəm şeir söyləyənlərimiz, musiqi söyləyən, oxuyanlarımız, ifadə edənlərimiz və görürəm ki, həqiqətən də içdən bağlandılar bu tədbirə və ona görə təşəkkür edirəm sizə və sizin ekibinizə deyək, kollektivinizə. Minnətdarım. Biz təşəkkür edirik. Gülər müəllim, biz sizə təşəkkür edirik. Mən hər dəfə bizim tədbirlərdə bizə dəstək olursunuz. Bir də fikir verdim, hamı şeiri bir yerdə deyirdi, musiqiləri bir yerdə oxuyurdu. Bizim də ən sevinən, bizim ən çox sevincimiz odur. Bu mədəniyyət işçilər ona sevinir. Mədəniyyət işçilər hamısının gözü gülürdü. Siz şeir deyəndə görürdüm ki, yerdəkilər sizdən bir yerdə şeir deyir. Siz mahnı oxuyanda bir yerdə. Əsasən bu tədbirin təşkilatçılığında əmək olan mənim əməkdaşlarımdır. Gəlin bir daha əməkdaşlarım, həm təşəkkür edirəm, Mənim unudulmaz dostum, gözəl Azərbaycan şairi Nisar Kəsəməndi həsr olunmuş, gözəl bir tədbirdə iştirak edim. Salyan rayon mədəniyyət şöbəsində ona həsr olunmuş tədbirə mən də dəvət etmişdilər və şəxsən öz adımdan və dostum Nusret adından tədbiri hazırlayanlara təşəkkür edirəm. Sizə bir mahnı səsləndi. İkimizdə bir rəş var, yarı səndə, yarı məndə. Bu Nusretin ən unudulmaz şedevr mahnılarından biridir. Bu gözəl tədbirdə iştirak ediyimə görə bu gün mənə gəncliyimi xatırlar. Nusretlə keçən günlərimizi xatırlar. Dostluğumuzu xatırlar. Sağ olsun Salyan mədəniyyəti, mədəniyyət şöbəsinin işçiləri, tədbiri hazırlayanlar, şairin şeirləri səsləndi, sözlərə yazılmış mahnılar səsləndi və arzu edirdim ki, belə şairlərə həmişə qiymət verilsin. Söz söhbəti səsləndi. Yubileydən yubileyə, ad günü yada salınmır. Necə ki, bugün nə yubileydi, nə ad günüydü. Sadəcə bir Nusret Kəsəməli gündüzü, Nusret Kəsəməlinin şeir gündüzü, yaradıcılıq gündüzü keçirildi. Sağ olsunlar, sağ olun. Bugün mənə də sevincli gündür ki, şair Nusret Kəsəməli ilə mənim bir çox yaxınlığım olur. O Baku qəsrində şöbə müdürü işləyirdi. Mən də jurnalistiklə məşğul idim. Tez-tez olaraq kiçik yəni reklamlar verirdim, yazılar verirdim. Onlar da məqalara yazırdı. Yəni o ilə böyük salam eləşim var. Çox gözəl insan, sadə bir insan idi. Və o şeirləri mənim qəlbimdə çoxdur, gənci şeirləri çoxdur. Amma o gözəl bir şeiri var onun, biri var idi, biri yox. Olan olub, keçən keçib bəlkə də. İndi daha kövrəlmən yeri yox. Ömrüm boyu belə gəlib mənim ki, əvvəlindən biri vardı, biri yox. Uzaqda idi mən istəyən ocaqlar. Ürəyimdən gəlib keçdi sazaqlar, atalı idi, analı idi uşaqlar. Bizim evdə biri vardı, biri yox. Gözlərimə doldurmuşam yağışı, bir köynədə çıxarmışam mən qışı.